Bu xüsusi təyinatda da iştirak edir. Bunun heç bir günahı yoxdur. 29 yaşı var. O birisidir, bu birisidir. Heç nə eləyəmirəm. Əlimdən heç nə gəlmir. Demək istəyirəm ki, anama ağlayıb eləmir, kövrəlib eləmir. Ana haqq yolundayım, düzlər. Narahat olma. Mən tək sənin övladın yox ki, iki dövlətin övladıyım. Türkün, Azərbaycanın, sizlər kövrəlməyə ehtiyac yox. Başa düşdüm, hər şey yapılır. Bizim qanımızda türk qanı varsa, biz bu mübarizəni aparacaq. Necə deyirlər ki, türk olmaq çətindir. Həqiqətən də çətindir, çünki bütün dünyanın mübarizəni aparacaq. Biz də apararıq, biz Allahımıza sığınırıq və əlimizi aşağı saldırıq. Axırıncı nəfəsimizə kimi sözümüzü deyəcək və bunlara məcbur eləyəcək ki, Azərbaycan xalqına və Azərbaycan dövlətinə hörmət qoysun və heç bir qanunlarını pozmasıdır. Ben istəyirəm ki, mən oğlumu düzgün yapacağım.